Salam, hörmətli tamaşaçılarımız, xoş gördük hər birinizi yenidən həftə sonu sərbəst müzakirə verilişində. Bildiyiniz kimi, daima verilişimizdə cəmiyyətimizi maraqlandıran və cəmiyyətimiz ətrafında belə deyək, yaranmış vəziyyətə uyğun mövzularda müzakirələr aparırıq və bugünkü mövzumuz da yenə qlobal bir mövzudur və ümumiyyətlə bugünkü gün dünyamızda bugün ən mühüm, ən böyük problemlərdən olan narkotik asılılığı ilə bağlıdır bugünkü mövzumuz, verilişimizin mövzusu. Studiyamızın qonağı var, eyni zamanda da bizim bağlantı yaradacağımız ekspert var. Mən ilk öncə istəyirəm studiyamızda olan qonağımızı sizə təqdim edəyəm. Anar Nəbiyev, Startlight Reabilitasiya Mərkəzinin rəhbəri. Xoş gəlibsiniz, bəy, salamlayırıq. Sağ ol, Azər müəllim. Siz də çox sağ olun. Biz də sizi salamlayırıq. Yaxşı ki, bizi dəvət elədiniz. Biz də özümüzə borc bilirik. Yəni, bildiyimiz təcrübəmizlə, yəni xalqımızla bölüşməyə hazırıq. Bildirmək istəyirəm ki, bu son zamanlar cəmiyyətimizin bəlası deyim də. Bəli. Mən üzr istəyirəm, mövzuya girəcəm və sizə suallar da verəcəm. Buyurun. Və istəyirəm hələ digər qonağımızı da mən qeyd edeyim və ekranda görəcəklər. Digər qonağımız isə bizim təbii Bakıdadır deyə onlayn qoşulacaq ona. Ceyhun Abbasovdur, asıllıq xəstəliyi üzrə ekspertdir. Onu da biz buradan salamlayırıq. Və nəyə görə biz bugün bu verilişi bu mövzuya həsr edirik? Ona görə ki, bayaq da dediyimiz kimi cəmiyyətimizdə bugün çox böyük qlobal bir problemdir və istəyirik ki, gənclərimizi maarifləndirək bu sahədə və gənclərimiz bilsinlər ki, bu kimi yolların sonu həqiqətən belə deyək, insanın həyatını məhv edir və çətin bir ona bir həyat gətirib çıxarır ki, həm özünün həyatında böyük çətinliklər yaranır, həm ailəsi pərişan olur. Ümumilikdə belə deyək, bu yolun sonu çox bədbəxtçiliklərə gətirib çıxarır və bunu da istəyirik ki, gənclərimizə maarifləndirək. Ona görə ilk öncə qısaca sizin fikrinizi alaq bundan bağlı, daha sonra suallarımıza keçərik. Mənim fikrim bugünkü gündə yəni maarifləndirməkdir cavanlarımızı. Yəni idmanda, məktəblərində, yəni məsuliyyətli olsunlar, idmana meyl eləsinlər. Küçə həyatıdır, çöl davranışlarıdır, bu kimi şeylərdən uzaq olsunlar. Yəni bunun sonu narkotikə, oyun asıllığına, içki adətçiliyinə gətirib çıxardır. Bu da asıllıq yaradır. Sadəcə olaraq bu asıllığın da sonu ya ölümdür, ya həbsxanadır. Yəni bədbəxtçiliyə gətirib çıxardır. Həyatını məhv eləyir. Bəli, həyatını məhv eləyir, cavanlığını məhv eləyir, bəli. Bəli, bəy. Mən istəyərdim elə bu vaxtda bir ekspertimizə bir sual ünvanlayaq və ekspertimiz həmin bu sualı cavablandırsın və daha sonra yenidən studiyamıza qayıdarıq. Ceyhun bəyi salamlayırıq. Ceyhun bəy, istəyərdik ki, elə burada siz bir sualımızı cavablandırasınız. Ümumiyyətlə, insanları narkotik vasitələrdən istifadəyə aparan əsas səbəblər hansılardır? Xüsusən də bugün biz bayaq studiyamızda da qeyd etdik Anar bəylə. Bugün həqiqətən böyük problemdir və hətta onu qeyd edək ki, gənclər arasında, az yaşlılar arasında belə bu asılılıq çoxalıb, bu belə deyək, narkotikdən istifadələr çoxalıb və buna istəyərdik ki, bir aydınlıq gətirəsiniz. Buna səbəblər nələrdir? Narkotik istifadəsinə aparan ən başlıca səbəblərdən biri odur ki, insan narkotik istifadə eləməmişdən qabaq bir psixoloji problem yaşayır. Yəni asıllıq dediyimiz bir problem, hansı ki, bu ən çox olur ailədə olan travmalar və ola bilər ki, cəmiyyətdə müəyyən yaşda yaşadığı travmalar və bu zəif psixologiyaya malik olan insanlarda bu travmalar müəyyən qabarıq hisslər yaradır və bu hisslərlə yaşaya bilmədiyinə görə insan gedir narkotik istifadə edir ki, o hisslərdən azad olsun. Aydındır, sizə təşəkkür edirik. Bəy, verilişin sonuna doğru yenidən sizinlə əlaqə saxlayacaq. Anar bəy, biz bayaq da qeyd etdik, sizin mərkəziniz var və Bakıda fəaliyyət göstərir. Əvvəlcə ilə həqiqətən sizə təşəkkür edirik bu sahədə
böyük zəhmət çəkirsiniz, əziyyət çəkirsiniz. Narkotik asıllığından əziyyət çəkən insanları sağaltmaq elə asan iş deyil. Onların belə deyək, nazı ilə oynamaq elə asan iş deyil. Ümumiyyətlə istəyərdik bir mərkəziniz barədə bizə məlumat verəsiniz və bu narkotik asıllığı olan bir insan üçün müalicə prosesləri sizin mərkəzdə necə aparılır, hansı mərhələlərdən keçir belə deyək? İlkin mərhələlərdən biri də birincisi, yəni bizim reabilitasiya mərkəzimizin yəni bioloji sferasıdır. Yəni bioloji olaraq məsəl üçün insan təbii ki, yəni ağrı acı ilə gəlir reabilitasiya mərkəzinə. Bizim detoksasiya deyilən bir yer var. Məsəl üçün ora yerləşdiririk. Onun bədənindən ağrı acı çıxandan sonra onunla başlayırıq. Məsəl üçün psixoloji qruplar, qrup terapiyalar var və yavaş-yavaş yönləndiririk onları. Bizdə olan dərslər var. Halbuki yəni bizim problem bizim bədənimizdə deyil. Yəni fiziki ağrılar 5 günə, 10 günə, 15 günə azad olmaq olur. Yəni deməyim odur ki, yəni problem ya iynədə, dəvə dərmanda deyil. Bizim birinci problemimiz başımızdadır. Başla da müalicə prosesi yenə dediyim kimi qrup terapiyalar var, fərdi terapiyalar var, psixoloqlarımız fərdi olaraq onlarla söhbətlər aparılır və dərslər gedir orada. Və bunun nəticəsi olaraq eyni zamanda psixoloji dərslərdə keçirilir. Özünüz qeyd etdiniz ki, yəni insan həm də beynindən özünü də müalicə etməlidir. Yəni düşüncə baxımından və buna görə də hər halda orada psixoloqların da bir fəaliyyəti var. Əlbəttə. Bəli. Ümumiyyətlə reabilitasiya mərkəzinin effektivliyi barədə nə deyə bilərsiniz? Bu günə qədər hansı effektləri əldə etmisiniz? Reabilitasiya mərkəzinin effektivliyi odur ki, bugünkü gündə hal-hazırda cəmiyyətə sağlam həyata qayıdan qardaşlarımız var. Halbuki bizim mərkəzdə sağalıblar. Bugünkü gün öz ailələrinin içindədirlər, xoşbəxt həyat yaşayırlar. Cəmiyyətə qarışıblar, hamısı öz işində, gücündə. Ən önəmlisi də ki, belə deyim də, insan özünə qayıdanda, yəni hər bir şeydən azad olanda, təmiz ayıq həyat yaşamaqdır da, yəni ən önəmli bir vacib şeydir. Təşəkkür edirəm bəy, sizə yenə qayıdacağam. İstəyirəm Ceyhun bəyə daha bir sual ünvanlayım. Ceyhun bəy, deməli, daha bir sualımız belədir. Gənclər arasında narkomaniyanın yayılmasına səbəb olan sosial və psixoloji amillər nələrdir? Bayaq da biz qeyd elədik ki, daha çox gənclər arasında bugün bu proses yayılıbdır. İstəyərdik ki, bu sualımıza da bir cavab verəsiniz. Birinci olaraq mənəvi boşluqdur. Hansı ki, gənclər düşünürəm ki, bu problem barəsində qabaqcadan maariflənməli, məlumatları olmalıdır. Narkomaniyanın yayılması gənclərin destruktiv həyata meyl eləməkləridir. Onlar məsəl üçün kitab oxumaq, müəyyən faydalı məşğuliyyətlərlə məşğul olmamaqları və özlərini təsdiq eləmək üçün müəyyən obrazlar, məsəl üçün bu ola bilər kriminal romantikaya meyl eləməkləri və bir çox belə bir hallar onların gətirib çıxardır yekunda narkoman olmağına. Aydındır. Digər bir sualımız da var bəy. Ailənin və məktəbin bu məsələdə rolu nə qədərdir? Ümumiyyətlə, onlar necə belə deyək, davranmalıdırlar ki, xüsusən yeniyetmələrlə, gənclərlə ki, onlar növbəti həyatlarında, daha sonra belə deyək, gənc həyatlarında bu kimi vərdişlərə, bu kimi mənfi hallara üz tutmasınlar. Ən böyük rolu burada ailə və təhsil, belə deyək də, məktəb oynayır. Çünki asıllıq formalaşır iki cür ailə modelindən. Var funksional ailə modeli, var disfunksional ailə modeli. Disfunksional ailə odur ki, məsəl üçün ailənin üzvləri burada boşanmalar ola bilər və yaxud ata rəhmətə gedib, ana rəhmətə gedib və ola bilər ki, ata narkotik və yaxud alkoqolikdir. Və yaxud funksional ailə modellərində olur bu ki, ailə üzvləri həddindən artıq çox öz funksiyalarını yerinə yetirirlər. Belə deyim də, uşağı qoymurlar ki, yox eşitsin uşaq. Uşağı belə deyək də, belə əlləri üstündə böyütməyə çalışırlar və düşünürlər ki, bu onun şəxsiyyət kimi formalaşmağına müsbət təsir eləyəcək və bu da onun şəxsiyyət kimi formalaşmağına çox mənfi təsir göstərir.
Yekunda uşaq özünü axtarmaqla gəlir, ən rahat yol gəlir tapır narkotikdə. Ən böyüyü də yenə də deyirəm, təhsil. Mən düşünürəm ki, məktəblərdə mütəmadi olaraq bu mövzularda seminarlar olmalıdır. Məktəblərdə bu asıllıq mövzusu ilə bağlı uşaqlara maarifləndirici dərslər keçirilməlidir. Uşaqlar və ailələr bilməlidirlər ki, hansı davranışlar, hansı addımlar insanı gətirib çıxarda bilər narkomaniyaya. Aydındır bəy, biz sizə təşəkkür edirik çox dəyərli fikirlərinizə görə. Çox sağ olun deyirik və studiyamızda yenə davam edirik bəy. Daha bir sualımız var sizə. Buyurun. Ümumiyyətlə, müalicə olunan şəxslərin cəmiyyətə inteqrasiyası məsələsi də çox mühümdür. Çünki narkotik asıllığından əziyyət çəkən insanlar sanki cəmiyyətdən qopurlar və öz belə deyək, o ağır həyatlarına qapılırlar və çətin bir həyat yaşayırlar və bundan sonra müalicə olunandan sonra onları yenidən bu cəmiyyətə inteqrasiya etmək lazımdır. Bununla bağlı nə deyə bilərsiniz? Necə bir fəaliyyət göstərirsiniz? Bizdə asıllıqdan əziyyət çəkən qardaşların müalicəsindən sonra təbii ki, yəni onun belə davranışlarına baxaraq qardaşlarımız var ki, təbii ki, institut oxuyub, yəni savadlı qardaşlardır, potensialları var. Yəni asıllıq mütəxəssis üzrə fəaliyyət göstərə bilirlər. Onları müəllim olaraq məsəl üçün biz qəbul eləyirik, məsələn işlə təmin eləyirik. Təbii ki, dostlarımız da var çöldə, sosiallaşmada onlara da müraciət eləyirik, onlarla əlaqə saxlayırıq, onları da işlə başqa işlə bir təmin eləyirik. Bax belə də. Belə olan halda artıq özü belə deyək, istər-istəməz cəmiyyətə inteqrasiya olur, işləyir və cəmiyyətə qaynayıb qarışır deyək. Lori dildə desək. Bəy, son olaraq mən istəyərdim ki, ümumiyyətlə mərkəzinizə bizim insanlarımız, valideynlər, misal, əlbəttə heç kəsə arzu etməzdik ki, belə bir həyat yaşasınlar, belə bir vəziyyətlə üz-üzə qalsınlar, amma təəssüflər olsun ki, bayaq da dedik, bu vəziyyətdə olan, bu halı yaşayan insanlar var. Ümumiyyətlə, bu asılılıqdan əziyyət çəkən və ya əziyyət çəkən gənclərin, insanların valideynləri sizə necə müraciət etməlidirlər və bu müraciətdə hər hansı bir prosedur varmı ki, yəni ondan keçməlidirlər, yoxsa elə asanlıqla müraciət etsələr sizin mərkəzdə müalicə ala bilərlər? Azər müəllim, mən bir mövzunu vurğulamaq istəyirəm. Asıllıq xəstəliyinə əziyyət çəkən hər bir ailədə hansısa bir xəstə varsa, onun təbii ki, ailəsi də əziyyət çəkir. Təbii. Yəni qaranlıq bir dünya yaşayırlar. Asıllıq xəstəsi tək özünə ziyan vurmur. O ətrafına, qohum-əqrabasına, öz ailəsinə ziyan vurur. Valideynlərə də yəni sözüm ola bilər ki, aktiv istifadədə olan insan sağlam düşüncəsi olmur. Yəni əlaqə saxlasın, kömək istəsin, məsəl üçün sağalmaq yoluna qərar versin. O nadir hallarda olur. Öz istəyinlə məsəl üçün sağalmağa gəlir. Ona qərar verəcəyi məsəl üçün valideynlərdir. Biri var ki, valideynlər gözü görə-görə evladı gözün qabağında puç olub gedir. Məsəl üçün lazımsız bir yerlərə xərcləyirlər pulları, belə deyim də, yəni iynəyə, dərmana. Yəni söz yox, yəni valideyn də birisində ümid var ki, yəni bu dəfə evladım sağalacaq. Bizim reabilitasiya mərkəzinin yəni çox asan, basit, yəni zəng elib əlaqə saxlaya bilərlər bizlə. Yəni burada istəyirsiniz nömrənizi də deyin, qoy eşitsinlər tamaşaçılarımız. Nömrəm Gürcüstan nömrəm də var. WhatsApp nömrəsi də Gürcüstanın, Azərbaycan nömrəm də var. O zaman biz ekranda yazarıq, onu tamaşaçılar oradan götürərlər. Yenə də demək istəyirsinizsə buyurun. Olar, yəni ekranda yəni görsədərsiniz inşallah, yəni belə baxarlar, görərlər valideynlər. Nəyi bir də onu vurğulamaq istəyirəm ki, addım atıb gəlib sağalmaq lazımdır. Təbii. Yəni bizim Borçalımızda, yəni həqiqətən də yəni igidlər diyarı olan Borçalımızdır. Yəni həqiqətən də yəni siz necə yəni artıq aşağı dərəcədə yəni çoxalıb narkomaniya. Mən 2-3 gündür bu Gürcüstanda qonağam. Vallahi çox dəhşət dərəcədə yəni baxıram artıbdır da bu narkomaniya, ən çox da iqramaniya. İqramaniya. Təəssüflər olsun ki. Bəli. Aydındır bəy, mən sizə təşəkkür edirəm bir daha gəldiyiniz üçün və eyni zamanda ekspertimizə təşəkkür edirik ki, bizə vaxt ayırdı və geniş şərhlər verdi. Çox sağ olun deyirəm. Siz sağ olun.
Allah sizi qorusun. Təşəkkür Allah sizdən edirəm. razı olsun. Sağ olun. Əziz tamaşaçılarımız, bugünkü verilişimiz də burada yekunlaşır. Sağ olun. Növbəti həftə sonu görüşmək ümidi ilə.